Bakının Səbail rayonunda Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın komadan ayıldığı və heç kimi tanımadığı iddia olunub. Oxuaza daxil olan məlumatda iddia edilib ki, Sərxan ayılsa da heç kimi tanımır və bədəninin bəzi hissələrini hərəkət etdirə bilmir. Sərxanın müalicə olunduğu mərkəzi klinikadan bildirilib. Xəstəmiz 7 gündür ayıq vəziyyətdə müşahidə olunur. Şuuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya prosesi başlanıb. Xəstənin reanimasiyaya ehtiyacı qalmayıb. Bu səbəbdən reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb. Palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir. Xəstənin fasilələrlə yeridilməsinə başlanılıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzun müddətli perspektivdə xəstəmizin tam qüsursuz, sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir deyə məlumatda vurğulanır. Xatırladaq ki, hadisə dekabrın 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.